uşaq əməliyyatında narkoz nə qədər təhlükəlidir? Ümumiyyətlə, narkoz valideynlərin qorxulu rüyasıdır deyə, yuxularıdır. Səbəbi ki, valideynlər çox qorxurlar. Çünki zaman-zaman narkozlar çox problemlər olub, inkişaf etdiyi dövrlər ərzində və bu problemlər hər kəsi qorxucub, narkozdan ayılmadı, neynəmədi. Bugünkü gün narkotik dərmanlar və bu narkoz prosesi o qədər müasirləşib ki, bunun təhlükə olma şansı sıfıra bərabərdir. Məsəl üçün, biz dünən yox, bir gün doğulan kimi 3 saat sonra xəstə əməliyyat eləmişik. Və yaxud sentyabrda biz 984 qram uşaq əməliyyat eləmişik. Yəni, bu boyda bir uşağı. Narkozla olur bunlar. Narkozdan ayrılmamaq söhbəti var ümumiyyətlə. Mən hələ o halla qarşılaşmamışam. Heç vaxt onu heç kimə qarşılaşmağı arzu etmirik. Amma bu problemlər, yəni xəstənin narkozda ayılmama problemi nədən irəli gəlir? Onun yanaşı ağciyər və ürək qüsurlarının olmasından. Bunu da ki, təbii ki, baxırsınız. Əlbəttə ki, bunlar öncədən xəstə tam yoxlanır və bu xəstələr kardioloq baxışı, qan nümayici, infeksiya, laxtalama, pediatr baxışı hər bir şeydən keçir. Əgər hansısa bir əks göstəriş varsa, artıq onu müalicə olunur və aradan qalxır sonra gəlir. Bu planlı əməliyyatlar. Təcili əməliyyatlarda isə məsələn apendisit partlayıb bir qanaxmadır. Orada artıq heç bir ürək onsuz risklidir. Bunu gözləmək mümkün deyil. Artıq orada heç bir qüsur gözləmədən gedir. Amma hələ biz o ayılmama halından qarşılaşmamışıq və görməmişik və sonra onu da eşitməmişik. Belə bir şey deyək. Bunu əlbəttə ki, professional anestezioloqdan və müasir dərmanlar və müasir aparatı olan xəstəxanalara aiddir. Yəni səbəb odur ki, əgər 20 il, 30 il əvvəlki aparatı ilə və onların dərmanlı narkoz verilirsə, bunun problemi ola bilər. Ona görə günü-gündən müasirləşir və biz bu müasirləşməklə ayaqlaşmalıyıq mütləq şəkildə.